Grzegorz Mrozek London Xeyriyyə Cəmiyyətində əmək məsələləri məşğul olan məsləhətçi ilə danışır. Poşalı inşaatçı ümidsizdir. Mən işimi itirmişəm, hesab edirəm ki, evim də əldən gedib. Evsizlik çox çətindir. Deyəsən gələn ay Polşaya qayıtmalı olacağam. Bu xeyriyyə cəmiyyəti Mrozek kimi işsiz miqrantlara pulsuz yemək təklif edir. Britaniya iqtisadiyyatı durğunluğa düçar olunan bəri çoxlu Polşalı işçi öz iş yerlərini itirməkdədir. Yeni iş tapmaq isə çətinləşib. Jenny Kitson You Are For Jobs əmək layihəsinin meneceridir. Bizim bu insanları göndərdiyimiz xüsusilə inşaat, emalat və təmizlik kimi sahələrdə iş tapmaq olduqca çətindir. Britaniyada iqtisadi bumun yaşandığı dövrlərdə inşaatçılar yaxud rəngsazlar üçün iş tapmaq olduqca asan idi. Polşa 2004-cü ildə Avropa Birliyinə üzv olduqda yüz minlərlə Polşalı Birləşmiş Krallığa miqrasiya etdilər. Ancaq bum dövrü arxada qaldı və bir çox Polşalılar da artıq evlərinə qayıdırlar. Krzysztof Trepczynski Polşanın Londondakı səfirliyində iqtisadiyyat departamentinə rəhbərlik edir. O deyir ki, ötən ilin əvvəllərinə olan rəqəmlərə görə Britaniyadakı Polşalıların sayı ən yüksək həddə 700-750 minə çatmışdı. İndi isə onların sayı yarım milyona qədər azalıb. Trepczynski deyir ki, miqrantların çoxunun evlərinə qayıtmasının digər bir səbəbi də bu il başqa Şərqi Avropa ölkələrindəki iqtisadi problemlərə baxmayaraq Polşa iqtisadiyyatının hələ nisbətən yaxşı vəziyyətdə qalmasıdır. Lakin əlbəttə ki, heç də hamı evlərinə qayıtmağı fikirləşmir. Məsələn, Polşa cəmiyyətinin hüquqi problemləri mövzusunda ixtisaslaşmış vəkil Yaçek Talikovski kimilər Britaniyada qalıb karyeralarını yaratmaq imkanındadılar. İqtisadi tənəzzülə baxmayaraq, Talikovski hələ də məşğuldur. Lakin onun biznesinin diqqət mərkəzi dəyişib. Talikovski və onun həmyerliləri hələ də öz gələcəklərini Britaniyada görürlər. Beləliklə getdikcə artan köçmə prosesinə baxmayaraq, Polşalı miqrantlar Britaniya cəmiyyətinin bir hissəsi olaraq qalırlar. Vaşinqtondan Ələkbər Rafoğlu, Amerikanın səsi.